Salam Fləzər. Mən sənə yeni cədvəlimizi göstərirəm, amma yəni elə əvvəlkindən çox da fərqlənmir. Sadəcə burada iki sütun, əlavə sütun yaratmışam. Bu sütunlar biri adi olacaqdır əvəzləşən, biri olacaqdır qalıq. 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 İndi burada nədir? Bu hissəyə qədər zaten sənin üçün tanışdır. Bu əvvəlki cədvəldən hansı ki bu ƏDV məbləği ilə depozitdəki ödənilən ƏDV məbləğini müqayisə edirdik. Və arada qalan fərq qədər əvəzləşməyə salırdıq. Burada məsələ nədir? Burada məsələ odur ki, sənin əvvəl sənə verdiyim cədvəl, öyrətdiyim cədvəl bir ayı əhatə edirdi, yəni bir dövrü. Bu cədvəldə 3 ay əhatə edir. Növbəti gələcəkdə ola bilər ki, 12 aylıq bir dövrü müqayisə edə bilərik. Kənarda qalan ƏDV-ləri tapmaq üçün bu müqayisələr lazım olur. Biz təhlil edirik. Burada nədir? Məsələn, bu sarı rənglə rənglədiyim o deməkdir ki, END şirkətindən 9 yanvar tarixində 103 nömrəli qaymə gəlibdir. Qaymənin ƏDV-si 759 manatdır. Əsas məbləği 4219. Yəni bu 759 bunun 18%-dir. Onu da məntiqini deyim. Bir dəqiqə burada düstur dəyişdi. Bir dəqiqə. Aha. Bunu bir dənə düsturdan da çıxardım. Yeri gəlmişkən. Bir dəqiqə. Copy. Sağ düymə 1-2-3. Aha, düsturdan da çıxdı. Deməli, burada nədir məsələ? Həmin bu dediyim qaymə 759 manat ƏDV-si var idi. Bunun 215 manatını yanvar ayında əvəzləşdirmişik, amma bir hissəsi qalıb. Niyə? Çünki ödəniş tam olmayıb. Yəni, o 759 manat ödəniş tam olmuş olsaydı, ödənmiş olsaydı, hamısı əvəzləşməyə girəcəkdi, amma girməyibdi. 215 manat yalnız daxil olubdu. Ona görə 544 manat kənarda qalıb. Belə. İndi sənin həmin bu qayməni depozitlə üzləşdirəndə deməli belə olacaqdır ki, sən bu əvəzləşənləri nəzərə alacaqsan. Əvvəlki cədvəldə bu sütun yox idi. Çünki sırf bir ayı müqayisə edirdik. Ona görə bu lazım gəlmirdi. Amma axı elə bir qaymələr ola bilir ki, bir hissəsi əvvəlki dövrdə əvəzləşməyə giribdi, qalanı qalıbdı, biz onları müəyyən etməliyik. Bu ondan ötəridir. Həmin bu cədvəl onu göstərir. Eynən depozitdə də ödənişlər bir ay yox. Burada görəcəksən 1, 2, 3 ay əhatə edir. Deməli, bu adam cəmi qayməsi buna gəlibdir. 23 ədəd qaymə gəlibdir. Buradan görünür. Və 5781 manat ƏDV gəlibdir. Bu 5781-ə nəzərən ödədiyi ödənişlərin məbləği 1134 manat. Yəni az ödəyibdir ƏDV. Biz onda nə qədər ödəyibdirsə ona uyğun əvəzləşmə edəcəyik. Burada məsələ nədir? Mən bunları sıralamışam yuxarıdan aşağı. Ödəniş birinci çox olanlardan başlayırıq əvəzləşməyə. Tutaq ki, Əsgərov Əsgər 217 manat ƏDV ödəyibdir. Əsgərov Əsgəri bu ödəniş yerində filtr verirəm. Ola bilər ki, bir neçə ödənişi ola bilər. Filtr verdim Əsgərov Əsgərdən. Deməli, 3 ödəniş olubdur. Biri yanvarda, biri fevralda, digəri martda. 3 ayda ödənişlər olubdur. Cəmi ödənişi 588 manat. Gedirik, indi bunu qaymədə axtarırıq. Əsgərov Əsgərin vönünü vururuq. Həmin o Əsgərov Əsgərdən gələn qaymələri tapırıq. Baba, Əsgərov Əsgər. 588 manat ödəniş olubdur. Nə qədər qaymə gəlibdir? 618 manat ƏDV gəlibdir. Qaymənin ƏDV-si gəlib. Yəni, 618 qaymənin ƏDV-sidir. 588 nəyin ƏDV-sidir? Ödənişin ƏDV-sidir. Yəni, ödəniş qaymədən azdır. Mən də demişdim ki, ödənişdən çox olmayaraq qaymədəki ƏDV-lər əvəzləşməyə gedir. Yəni, bu ikisinin cəmi olan 618 manatın ödəniş qədər olan 588 manatı əvəzləşməyə gedəcək. Amma burada görəcəksən ki, burada həmin o 588 manatında 186 manat 48 qəpiyi
yanvar ayında artıq əvəzləşib. Fikrimi tutdun? Yəni bu olmamış olsaydı, bax bu rəqəm, sən bunun ikisini də, bax buradakı rəqəm bu 0 olmayacaqdı. Bu olacaqdı 186. Mən bunları çıxma vurmuşam ki, bax bura bu qalıq sütunu bu ikisinin fərqi olduğu üçün burada 0'dır. Yəni bu 186 manatın hamısı yanvar ayında əvəzləşib. Bizə qalıb nə? Bu qaymə. Bir dənə bu qaymə qalıbdır. Amma bunun da hamısını sala bilmirik. Çünki bu ikisinin cəmi 618 eləyir. 618. Bizə lazım ki 588 salaq. O zaman kalkulatoru açırsan, 588 manat əvəzləşdirmə hüququmuz varsa, 588'i yazırıq. Çıx, onun 186 manatı vaxtı ilə əvəzləşib, yəni yanvar ayında. Demək ki, 186 manatı oradan çıxırıq, nöqtə 48'i də var. 401 manat, bu 432 manatın hamısı yox. Bu 432 manatın 401 manatı əvəzləşməyə gedəcək. Bunu rəngləyirsən ki, baxmayaraq burada 432 manat var, amma bunun yalnız ödənişinə uyğun olaraq 401 manatı əvəzləşməyə gedəcək. Qalanı da qalır. Nə qədər? 31 manatı qalır. Nə vaxtsa ödənəndə onda əvəzləşəcək. Bu əskər əvəzkərlə bu ikisi arasında olan məsələdən biz müəyyənləşdirdik ki, cəmi 401 manat əvəzləşməyə gedə biləcək rəqəmimiz var. İndi bunu da bir qızardırıq ki, misal sən istədiyin başqa bir rəng verə bilərsən. Yəni əskər əvəzkəranın üstünə bir də qaydanda biz görək ki, bunun üstündə öz işimizi görmüşük. İndi nə gəlir burada? J target misal üçün. J targeti burada vururuq. J targetdə qaymələr gəlibdir. J targetdən 2766 manat ƏDV gəlibdir. Heç biri də əvəzləşməyibdir. Tamam mı? Burama boşdur. Mən sənə zaten bu cədvəl atanda belə atacağım. Bu boş demək odur ki, bu rəqəmlərin heç biri əvəzləşməyə girməyib və qalıbdır bu qədər. Buna uyğun nə ödəniş olsa əvəzləşməyə girəcək. Yəni 2766 manatın hamısı ödənibdirsə, hamısı əvəzləşməyə girəcək. Yox, ödənməyibsə girməyəcək və yaxud da ki müəyyən qədəri ödənibsə ona uyğun əvəzləşməyə daxil olacaq. Gəlirik depozitə. Depozitdə təzə həmin voyunu vuranda heç nə çıxmır. Bu o deməkdir ki, qayməsi gəlməyinə baxmayaraq J target şirkətinə heç bir ödəniş olmamışdı və bunların heç biri əvəzləşməyə girməyəcək və eynən bunu da qızardırıq ki, buna baxmışıq. Yəni bir daha sistemə qaydanda əvvəlki cədvələ biz artıq ona baxmış sayılırıq. Qızartmışam. Hansına ki baxmamışıq, onları qızardır. İndi baxacağım. Kontrol deməli. Sən fərqli yerdə də rəng verə bilərsən. Sənə harda rahatdır. Ən əsas odur ki, baxdıqlarına bir də qayıtma. Budur bax, NND şirkətindən 1385 manatlıq qaymə ƏDV gəlibdir. 215 manatı əvəzləşibdir. Yerdə qalan bu qədəri 1170 manat əvəzləşməyibdir. Baxaq indi depozitdə ödənişi varmı? Əsas məsələ depozitdə ödənişi varsa yenə müqayisəni davam yoxdur. Ona görə bunu da depozitə uyğun heç nə edə bilmirik. O zaman həmin bu rəqəmləri də qızardırıq ki, bəlkə aprel ayında və yaxud da may ayında bunu ödəyəcək. Biz onda əvəzləşməyə salacağıq. Növbəti qaralara gəlirik. Qırmızılara baxmışıq. Bir qaraya gəlirik. Buradan götürürəm Unimaq. Unimaq-ı vururam. Unimaq-ı vurdum. Bəli, qaymə gəlibdir, amma ödəniş də çox vacibdir. Yəni ödəniş olmasa əvəzləşmə olmur. Gördün, çıxdı. Deməli Unimaq nə olur? Unimaq-a 215 manat pul ödənibdir. Burada nə var? Görürsən 215 manat da ödənibdir, 186. Deməli 215 manatlıq qaymənin 215-i ödənibdir, amma 186 manatlıq qaymə ödənməyibdir. 215 manatlıq qayməyə nəzərən indiyə qədər heç bir əvəzləşmə salınmadığı üçün burada gördüyümüz 215 manat əvəzləşməyə girəcək. Amma 186 offside-da qalacaq. Çünki ödənməyib. Qızardırıq. Amma burada tutaq ki
yanvar ayında 100 manatı belə ödənmiş olsaydı, yəni əvəzləşmiş olsaydı, biz bura 215 yox, bununla əvəzləşən arasındakı fərqi salacaqdıq. Yəni 115 manat. Məntiqlə də hər hansı bir rəqəmin bir hissəsindən istifadə olunubdursa, demək ki, növbəti dəfə ondan tam istifadə edə bilmərik. Bu məntiqi budur. İstifadə olunmadığı üçün bunu silirəm, növbətiyə keçirəm. Gəlirik buna, qaralara, yəni qızartmadığım. Avangard, avangard. Görə avangardda vəziyyət necədir? Avangardda vəziyyət belədir. Vururam. Bəli, qayməsi gəlibdir. Bəs ödənişi varmı? Ona da baxırıq. Ödənişi varmı? Var. Demək, 196 manat ödəniş olubdur. 196 manat da qaymə gəlibdir. Hər hansı bir əvəzləşməsi indiyə qədər olmadığı üçün həmin qaymə tam-tamına əvəzləşməyə girəcək. Yox, əgər təkrar edirəm, burada yeni, yəni sənə yeni öyrətdiyim şeyin əsas məğzi odur ki, burada 100 manatı vaxtı ilə əvəzləşmiş olsaydı, burada artıq 196 yox, onun qalan qismi, yəni 96 manatı əvəzləşməyə girəcəkdir. Çünki müəyyən bir qismi vaxtı ilə giribdir əvəzləşməyə. Məsələn, indi biz bunu tam-tamına əvəzləşdiririk. Növbəti cədvəllərimizə may, iyun, iyul aylarında biz təhlil edəndə bu rəqəm bir daha bizim qarşımıza çıxanda artıq bu rəqəm gəlib oturacaq burada, əvəzləşmiş yerində. Onda biz bunu təhlil edib sıfır bərabər verəndə fərqini bu 196 çıxılsın, 196 burada qalacaq 0. Niyə? Çünki biz onu mart ayında əvəzləşdirmişik. Oradan artıq bizim əlimizdə heç nə qalmayıb. Məntiqi budur. Yəni, hal-hazırda mart ayı olduğu üçün bu adamın mart ayının 12-si aldığı qaymənin ödənişi tam-tamına olubdur. Amma heç bir əvəzləşməsi də olmayıb. Ona görə bütöv olaraq onu əvəzləşməyə qəbul edirik. Növbəti Qayo şirkəti gəlir. Qayo şirkətində baxırıq vəziyyətə. Qayo şirkətinə baxırıq. Qayməsi var. Ödənişinə baxırıq. Ödənişi yoxdur. Heç özünü yormadan bu 98 manatı qızardırıq. Yəni gələcəkdə biz bir də təhlil edəndə bu yenə bizim qarşımıza burada çıxacaq. Yəni bu nə vaxt ki əvəzləşməsi olacaq, o zaman sıfırlanacaq. Yəni hələ ki bu sıfırlanmır, keçir növbəti dövrə. Nə vaxt ki ödənişi olacaq, o zaman o sıfırlanacaq, əvəzləşməyə gedəcək. Ödənişi olmadığı təqdirdə elə axıra qədər qalıq kimi qalacaq. Burada bir neçə rəqəm saxladım. Bunu sənin üçün saxlayıram. Bunları özün təhlil elə. Bu nə deməkdir? 25 deməli 27 yanvarda qaymə gəlibdir. Sənin üçün saraldıram bunu, baxarsan. Nömrəsi 116-dır. Məsələn, qaymənin ədəbiyyəsi 25 manatdır. 25 manatın demək olar hamısı əvəzləşməyə girib. Burada 0 qalıb. Fikir ver, 0 qalıb. Bu o deməkdir ki, sən bu hikmət şirkətinin ədəbi depoziti ilə müqayisə edəcəksən. O müqayisə zamanı sən müəyyən etsən ki, 25 manat ödənibdir. Amma qarşısında da görəcəksən ki, ödənməyinə rəğmən bu əvəzləşməyə vaxtı ilə giribdir, yəni vaxtında giribdir. Oradan heç bir şey qalmayıbdır. O zaman sən bunu heç bir şey qalmadığı üçün qızardacaqsan. Bax belə. Burada göründüyü bu yuxarıdakılarda heç nə əvəzləşməyə girməyibdir. Ona görə sən əgər buradan depozitdə rəqəm tapsan, buna uyğun qalıqda bunları əvəzləşməyə sala biləcəksən. Kiçik bir cədvəldir. Bunun üzərində işlə. Mənə geri at, baxım hansı formada alınıbdır. Nəsə sualın da olsa verə bilərsən.